Dəbdəbəli mənzili axtaranlar yaxın əyləşin. 60 kvadrat ölçüdə geniş qonaq otağı, Səməd Vurğun küçəsi Zabitlər bağına birbaşa panorama, geniş mətbəx və mətbəx möbeli quraşdırılıb bütün butavoy texnikası ilə, şəxsi kinoteatr, 40 kvadrat əsas yataq otağı, daxilində hamam otağı və qardırob otağı var. Salam dəyərli izləyicilər, Bakı Devlər kanalı izləyiciləri, hər vaxtınız xeyir. Səməd Vurğun küçəsi Zabitlər bağının düz yanında 24 mərtəbəli binanın 10-cu mərtəbəsində 240 kvadrat möhtəşəm təmir olunmuş, dəbdəbəli təmir olunmuş mənzilimiz, 4 otaqlı mənzilimiz tam əşyalı texnikalı satışa çıxdı. Qiymət də sonunda deyiləcək. Bu videoya sonacan baxın. Əvvəldə reklamları da gördünüz. Evin reklamlarını qoydum və belə bir gözəl bir mənzilimizdir. Satışdadır. Gəlin sizə proyekti izah edeyim, sonra gəzəyim mənzilimizi. Giriş qapısı evin dizaynına uyğun iç tərəfdən, çöl tərəfdən bəzədilib və evin təmiri möhtəşəmdir. Kiçik sanitar qovşağı, ümumi sanitar qovşağı, daxilində jacuzzi və böyük duş kabin hissə qalıb. Burada yerləşir 3 yataq otağımız, əsas yataq otağı, daxilində hamam otağı və qardırob otağı var, uşaq yataq otağı və şəxsi kinoteatr. Bunu istəsəz otağa da çevirə bilərsiniz. 4 otaqlı mənzildir. Burada kinoteatr kimi belə dizayn olunub. Burada yerləşir qardırob otağı, çamaşır otağı, geniş mətbəx, 60 kvadratdan böyük qonaq otağımız, tam əşyalı, texnikalı, gördüyünüz bütün nə varsa videoda hamısı qiymətə daxildir. Qiymət sonunda deyiləcək. Belə gözəl mənzillər görmək istəsə kanalımıza abunə olun. Mənzil barədə fikir bildirməyi altda yazın, görək necə mənzildir. Olmayanlara qismət olsun. Kim baxır, Allah ona qismət eləsin. Və belə pol hissəsindən danışım sizə. Lazer kəsim, qranitlər, pollar, istik pol. Güzgü işləmələrdir evdə. Venesiyanka boyalardır. Abo işləmələrdir. Bahalı Zambaitin İtaliya istehsalı abo işləmələridir. Santexnik, elektrik hamısı qroxdur. Mənzil mərkəzi istilik sistemidir. Belə həyəcanlı danışmamın səbəbi çox gözəldir. Girdim, mənzili gəzdim özüm videodan qabaq. Çox gözəl bir mənzildir. Mərkəzi istilik sistemidir. Firması yadımdan çıxdı. Gəlin bir daha burada baxaq. Daikindir. Bunu yəni tanıyanlar tanıyır. Mənzil ümumi bina mərkəzi istilik sistemidir. Mənzilində istiliyin buradan hər bir otaqdan da tənzimləmək olur. Girdik belə güzgü işləmələrdir, rüstur, spotlar tamaslı vəziyyətdə. Oturma ayaqqabılarınızı soyunmağa yer. Burada belə bir qardırob mebelimiz dayanıb. Qardırob otaqları çoxdur. Bu stroynu. Qardırob mebeli var, qardırob otağı var xol hissəsində. Gördüyünüz qapılar hamısı güzgülüdür. Xol hissəsi, geniş bir xol hissəmiz qalıb. Drisuar, televizor burada bağlanıb, arxası paxlava, güzgü işləmələr, yenə də lepqi işləmələr. Klassik təmirimizdir. Sadə klassikadır, çox ağır da klassika deyil. Çox da gözəl təmir olunub. Gizli işıqlar, gözəl buralarımız, burada da lüstr, spot, gizli işıqlar, güzgü işləmələr. Oturub burada istirahət eləməyə belə bir jurnali. Gördüyünüz bunlar hamısı orijinal mərmər daşlardır, yəni Venesiyanka əl işləri deyil. Hazır daşlardır, bunlar çox bahalı daşlardan istifadə olunub. Xol hissəsindən bu qədər. Gəlin göstərdiyim kimi mənzilimizi gəzəyin. Belə qısa-qısa bunları göstərim sizə.
Sonra böyük otaqları, mətbəxi, zabitlər bağına panoramanı, böyük geniş qonaq otağımızı hamısını sizə bir-bir hamısını göstərəcəm. Kiçik sanitar qovşağı, bütün santexnik və işlənən aksesuarlar hamısı quraqdır. Fərqli teksturada qranitlərdir, pollar isti pol. Ümumi sanitar qovşağı, gəlin bunu sizə mən yaxından göstərim. Burada da fərqli teksturada qranitlərdir, girən kimi böyük moydadır, işıqlı, güzgü, geniş burada duş qabını hissə qalıb, divar içi duş aksesuarlarından istifadə olunub, Orstiklov patlok işləmələridir. Böyük bir jacuzzi qoyulub burada, Groh markasına aid divar içi unitazdan istifadə olunub və ev belə bir gözəl qurutusuna kimi, havalandırma sisteminə kimi ideal şəkildə geniş bir burada ümumi sanitar qovşağımız qalıb. Gəlin balaca otaqların hamısını göstərim sizə. Burada yerləşir qardırov və texniki otaq. Evin pilisosu, evi təmizliyi hamısı burada yəni yığılıb. Burada dayanıb çamaşır otağı, paltar qurdan, paltar yuyan hamısı buradadır, şkaflarına kimi hamısı düzgün uğraşdırılıb. Kiçik otaqlarla qutardıq, gəlin mətbəxə. 30 kvadratdan böyük mətbəximiz yerləşir. Gördüyünüz kimi mənzilin mətbəxi, qonaq otağı baxır tam üzü cənub tərəfə, zabitlər bağı düz ayağınızın altındadır. Səməd Vurğun küçəsi, dəniz panoraması, Göydələnlərin panoraması, şəhər panoraması qarşısı tam açıqdır. Qarşısında da bina tikilməyəcək, burada zabitlər bağı yerləşir. Və belə patlok işləmələrimizdə var. Lüstr spotlar, gizli işıqlar hamısı asılı vəziyyətdə 6 nəfərlik belə bir gözəl masamız var və mətbəx mebeli. Tam bahalı, ən keyfiyyətli mətbəx mebeli növündən istifadə olunub. Mətbəx butavoy texnikası da tam qurulub. Üstü tökmə mərmər, sinəli mərmər, ikili moykadan istifadə olunub. Qab yuyan, burada yerləşdirilib qaz peti, aspirator. Gorenje firmasına aid sobalar, LG markalı, böyük ölçülü dispenserına kimi üstündə olan belə soyucumuz yanıb burada. Buranda pollar lazer kəsim qranitdir. Burada da pollar isti pol və bütün otaqlarda havalandırma sistemi və Dakin'in havalandırma sistemini hər otaqdan idarə eləmək üçün burada divarda pultlar yerləşdirilib. Gəlin davam eləyək gəzər mənzilimizi. ...60 kvadratdan böyük ölçüdə qonaq otağımız yerləşir. Pollar bahalı, keyfiyyətli palıd parketdən istifadə olunub. Patlok işləmələrimizdə burada var. Lüstrlar tam asılı vəziyyətdə, havalandırma sistemi öz yerində, gizli işıqlar və spotlar. Hər yer güzgüdür. Divarlar bütün güzgülərdən istifadə olunub. Bütün dirəkdə güzgülərdə bilinmir güzgü olmağı. Ancaq mənzili daha da geniş göstərir. Ev olsa böyüdür. 240 kvadrat ölçüdədir. Qaba qarşınızda 8 nəfərlik masamız yerləşir. Gözəl divan, kreslolar, yumuşaq dəstlər hamısı yerləşdirilib. Twistentimizi göstərə zəhmət olmasa, altında şömen qoyulub, Samsung markalı böyük ölçülü televizordan istifadə olunub və arxası hamısı orijinal mərmər daşlardır. Belə qonaq otağımızda qarşısında eyvanı var. Mənzilimiz tam yel çəkəndir, binanın bir hissəsidir. Yəni deməli, şimal, cənub və qərb tərəf hamısı binanın bir tərəfini tam tutub. Belə daş işlərdir hamısı. Qonaq otağımızda 2 eyvanımız var. Qonaq otağı yarı yel çəkəndir. Və belə, gəlin davam eləyək gəzər mənzili. Burada da havalandırma sistemi, pultlar otaqlarda hamısı qoyulub. Əsas yataq otağı, 40 kvadratdan böyük yataq otağımız var. İçində tam geniş, rahat hərəkət eləyə biləcəyiniz bir otaqdır. Sağ-sol qardırov mebelləri, pollar, palıd parket, lüstr, havalandırma sistemi, spotlar. Yumuşaq dəstimiz burada yerləşdirilib, gözəl, belə deyək, rus dilində deyəcəm, natsliklərdən istifadə olunub. Ay formasında gözəl buralarımız asılıb. Samsung markalı böyük ölçülü yenə də burada televizor qoyulub, heykəllər yanında, gözəl tablolarımız, pərdə taması vəziyyətdə. Əsas yataq otağının qarşısında da eyvan var. Bu otağın
ümumi sanitar qovşağı. Verin bunu yaxından sizə göstərim. Burada da tam fərqli teksturada qranitlər, pollar istifa girən kimi sol tərəfdə moydadır. İşıqlı güzgümüz, divar içi untazdan istifadə olunub. Tam fərqli teksturada burada qranitlərdən istifadə olunub. Duşqabın isə divar içi duş aksesuarlarından istifadə olunub. Orstiklop, patlok işləməsi, ikili havalandırma sistemindən istifadə olunub. Bu da burada tam havanı təmizləyir. Yəni istifadə olunan zaman hamam otağı tam havanı təmizləyir. Bütün otaqlarda da bu yəni düzəlib. Və əsas yataq otağının qardırob otağı kifayət qədər geniş, qardırob otağından boluq hər yerdə var və şkaflar hamısı keyfiyyətli, bahalı yığılıb və burada sizə bir qeyd edeyim. Deməli, əsas yataq otağının qapısı barmaq izi ilə açılır. Onu bilin, yəni bu da hələ bir ki, seyf otağıdır. İkinci yataq otağımız. Burada da yumuşaq dəstlər hamısı yerləşdirilib. Divarlar, məxmər boyalar, patlok işləmələrimiz də var. Lustur, spot, gizli işıqlar, tam asılı vəziyyətdə havalandırma sistemi öz yerində. Taxtla üzbəüz böyük ölçülüyündə Samsung markalı televizor qoyulub. Belə düzgün işləmələr. Bu da bir yataq otağımız və qaldı. Bu evin şəxsi kinoteatrı. Gözəl bir, belə bir kinoteatr yığılıb burada. Bunu istəsəz 4 otaq kimi çevirib istifadə eləmək istəsəz bu otağı uşaq yataq otağı eləyə bilərsiniz. Hal-hazırda belə bir burada dəst yığılıb. Heç mən dəyməzdim bu otağa. Çox da gözəl. Yumuşaq dəstlər qoyulub, televizor qoyulub, proyektoruna kimi. Hamısı buradan zəhmət olmasa göstərər. Proyektora kimi hamısı qoyulub burada. Qeyri-adi buralardan istifadə olunub. Bunlar yəqin ki, yandırmağı hələ ki yandırmıram. Gəlib baxanda ev sahibi sizə göstərər. Burada nəyimiz var? Burada da əlavə bir dənə başqa proyektorumuz var. Yerdə dayanır. Yəqin ki, burada harasa qoyub divarlardan baxmaq olur. O belə. Və belə dəyərli izləyicilər, sonda ümumi məlumat verin mənzil barədə. Səməd Vurğun küçəsi Zabitlər bağının düz yanında 24 mərtəbəli binanın 10-cu mərtəbəsində 240 kvadrat 4 otaqlı lüks təmir olunmuş mənzil təqdim edim sizə və bu mənzil hal-hazırda satışdadır. Sənədlərimiz çıxarışdır, qutsa sənədlər tam qaydasındadır və start olaraq qiymət 1.200.000 manatdır. Real alıcılar əlbəttə ki, gözəl endirim olacaq. Gəlin ev sahibi ilə görüşdürüm sizi, oturun söhbət eləyin. Əlbəttə ki, endirim olacaq. Növbət çəkişlədir. Görüşərik, sağ olun.